Salam dəyərli izləyicilərim. Bugün mən sizə Kürdaxanıda belə bir gözəl ev təqdim etməyə gəlmişəm. Evimizin gördüyünüz kimi həyəti çox genişdir. Sizə dəqiq demirəm neçə sotdur, çünki ev yəsindən dəqiq soruşmamışam. 2 sot yarım deyəcəm, sonra 2.7 çıxacaq, deyəcəksiniz ki, belədir, belədir. Ona görə dəqiqliklə deyə bilmirəm. Deməli, evimizin yan tərəfinə görürsünüz, keçid var arxasına. Ümumiyyətlə, quru bir ərazidə tikilmiş evdir. Görürsünüz, padvalda qupqurudur. Evimizin 4 tərəfi qoşadaşla inşa olunub, cütdaşdır. Həyətin yarısına tamit düşənif, yarısı yəqin ki, gül çiçək üçün saxlanılmış torpaq sahəsidir. Evin bura balkonu. Koridor sistemindəndir. Evin içində indi görəcəksiniz, otaqlar hamısı geniş-genişdir. Yəni, bəzən görürsən ki, makleri ev tikir, balaca otaqları filan. Amma burada hamısı genişdir otaqlar. Bax, görürsünüz, kuxuna da özü böyükdür. Zalı da genişdir, işıqlıdır. Bura yataq otağıdır. Görürsünüz, nə böyüklükdədir, maşallah. Bütün kommunalları hamısı var. Bax, burada görürsünüz, arada nə qədər məsafə var evlə evin arasında. Yəni, divara baxmır pəncərələr. Bu da bir yataq otağı. Evimizin qiyməti 85.000 manatdır. İpotekaya tam yararlıdır. Məktəb, bağça hamısı yaxınlıqdadır. Marşrutlar 173 də, 185 də evin yaxınlığından keçir. Qiymətdə yenə endirim olunacaq. Mətbəxin genişliyinə görürsünüz, nə qəşəkdir. Burada xatırladım ki, burada 4-5 dənə belə ev var və hamısının da qiyməti 85.000 manat. Qiymətdə də ev sahibi endirim eləyəcək.